Hər vaxtınız xeyir, idman xəbərlərini təqdim edirik. Bugün Unibank Premyer Liqasında yeni mövsümün startı verildi. 20-ci ölkə birinciliğinin açılış oyunu Gəncədə oldu. Bu ildən tarixi adı özünə qaytaran Kəpəz Rəvanı qəbul edin. Qonaqlar hücumdadır. Georgi Gulardava, əla ötürmə, John Pelu topu aşırdı. 37-ci dəqiqədə yeni mövsümün ilk qolu Rəvanın aktivinə yazılır. İkinci hissə oynanırlar. Kəpəzin künc zərbəsi. Top qapıdadır. 64-cü dəqiqədə Junivan Suarez hesabat arazlıq gətirir. ...78-ci dəqiqədə Rəvan yenidən önə keçir. Miloš Zezeviç penaltini dəqiq yerinə yetirdi. Maçın 87-ci dəqiqəsi. Ceyhun Sultanov komanda yoldaşlarına tövsiyə verir. Diqqətlə izləyirik. Cərimə meydançasına havayla ötürmə. Rəvanın qapıçısının köbut səhvi qolla nəticələnir. 2-2. Kəpəzin hücumları davam edir. Ceyhun Sultanovdan növbəti ötürmə. Bu da qol olur. Təcrübəli playmaker 2 dəqiqəyə dubl eləyərək Kəpəzə əzimkar qələbə qazandırdı. 3-2. Interdə yeni mövsümə qələbə ilə başlayıb. Bank klubu Şəfa stadionunda Turanın müqavimətini bir cavabsız qolla qırıb. Sumqayıt şəhər isə Lənkərana səfər edib. Xəzər Lənkəran elitanın debütantı ilə oyunda çətinliklə də olsa 3 xala əldə edib. 13-ü start veriləcək. Ruslan Tağzadə, Tağzadənin qapı qarşısına ötürdüyü top və top toru üstdən silkələdi. Bernhard Rapp, Almaniyalı mütəxəssis hələ də ayaq üstə, yan xəttin yaxınlığında oyun izləyir. Eder Bonfim, Opara! Xəzər Lənkəran hesab açır 33-cü dəqiqədə. Nəhayət ki, Xəzər Lənkəran istəyinə çatdı. Maçın 33-cü dəqiqəsində Emek Opara. Nigeriyalı hücumçu hesab açır və azarkeşlər bu qolu ayaq üstə qeyd edirlər. Qapıya zərbə, top qapıdan azacıq fərqlə aralı keçir. Təhlükəli zərbə 39-cu dəqiqədə Rahid Əmirquliyev tərəfindən. Bonfim'in ötürdüyü topu Opara dəqiq baş zərbəsi ilə tamamladı. Xəzər Lənkəran hücumu Rahid Əmirquliyev. Bonfim, Opara, oyundan kənar vəziyyət yoxdur. Xəzər Lənkəranın sürətli hücumu. Qapı qarşısında ötürmə. Gol! 2-0. Hücum və ikinci gol. 42-ci dəqiqə Xəzər Lənkəran hesab arasındakı fərqi 2 topa çatdırır. Eşkin Quliyev. Quliyevin zərbəsi və gol! Mükəmməl gol! 84-cü dəqiqədə hesab arasındakı fərq azaldı. Gənc futbolçu Eşkin Quliyev komandasını ümidləndirir. Böyük sevinç var Sumqayıt şəhəri futbolçular arasında. Mükəmməl gol! Unibank Premyer Liqasının ilk turuna sabah 2 oyunla davam ediləcək. Hər iki oyun bölgələrdə olacaq. Turun mərkəzi oyunu Qəbələdə olacaq. Qəbələ Bakını qəbul edəcək. Hər iki klub bu mövsüm yüksək yerlər uğrunda mübarizə aparmağı niyyətindədir. Qəbələ ən azı Avrokuboklara düşmək istəyirsə, Bakı yalnız çempionluq haqqında düşünür. Rəqiblər bugünə qədər 16 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 11-də Bakı, ikisində isə Qəbələ qalib gəlib. 3 oyun isə heç yekunlaşıb. Görüşü Fariz Yusifov idarə edəcək. Qəbələ-Bakı oyunu saat 18-də başlanacaq. Daha bir oyun Zaqatalada olacaq. Simurq Azalı qəbul edəcək. Sergey Yuranın komandası doğma divarlar arasında təyyarəçiləri büdrətməyə çalışacaq. Simurq Azal görüşünün fit sahibi Ramil Diniyev olacaq. Oyun saat 20-də başlanacaq.
Bu sizə çatdıracağımız sonuncu idman xəbəri idi. Sabah eyni vaxtda yenidən görüşmək ümidi ilə. Özünüzü qoruyun.